İkinci sual budur ki, dinimizdə bayrağa dair bir dəlil var ki, bu ki, matəm günlərində və Əhl-i Beytin şad günlərində biz bayram, ələm, pərçəm vururuq, asırıq. Buna bir İslam dinində bir işarə var. Mən ona cavab verməmişdən qabaq istəyirəm ki, bir neçə ayəni sizin nəzərinizə çatdırım ki, mətləb tam yerini tutsun. Biz bilirik ki, bizi Allah Taala xəlq eləyib, bütün varlığı, bütün mövcud olan, istər gözə görünən, istər görünməyən, istər yer kürəsində, istər digər kürələrdə olan hər bir varlığı xəlq eləyən Allahdır ki, bizim əsl söz sahibimiz, necə deyərlər, öl desə ölərik, qal desə qalarıq, bizim ağamız, mövlamız, bizzat və şəriksiz Allahdır. Bu aydındır. Amma sual burasındadır ki, Allahdan sonra peyğəmbər və imamlar ki var, bu, yəni peyğəmbər və imamlarımız da bu məqama, Allah bu məqamı onlara da verib, bəli verib. Allah Taala özü əgər bizim sahibimiz, vəliyimizdirsə, bizi ilə özünün arasında bir dənə müəllim seçir, bir dənə Qur'anı bəyan edən seçirsə, bəzi məqamlar və üstünlüklər var ki, Allah o elçisinə və elçisindən sonra gələn vəlilərə özünün icazəsi ilə verir. İndi Nəcm surəsində Allah Taala buyurur ki: "Vən-necmi izâ hava." Batdıqda olan ulduza and olsun. "Mâ zalla sahibukum və mâ gava." Sizin sahibiniz, yəni peyğəmbəriniz nə əməldə azğındır, nə də əqidəsində. Nə əqidə cəhətdən, əqidəvi yolunu azıb, nə də əməlində. Həmin bu peyğəmbər ki, həm əməli və həm əqidəvi baxımından, əqidə baxımından pakdır, məsumdur, mütəhhərdir. Allah buyurur ki, bu peyğəmbər ma yantiqu anil hava, hava və həvəs, nəfsani istəklər üzündən söz danışmaz. İn huve illa vahyun yuha. Danışdığı hər bir söz yalnız və yalnız Allahın ona vəhy etdiyidir. Burada sual yarana bilər ki, bəs hədislər burada nə yer tutur? Burada alimlərin kəlam elmində, İslam ideologiyasında, kəlam və əqaid elmlərində böyük bir dənə bəhsləri var ki, bizim öndəgədər alimlərimizdən biri, vəli fəqihimiz İmam Xümeyni Rizvanullah Teala aleyh və liqauhu buyurur ki, Qur'an ayələri qədimdir, amma qeyri-məxluqdur. Yəni, həm ayələr həm ləfzən, yəni həm söz baxımından, zahiri ayə baxımından, söz baxımından, cümlə baxımından, kəlmə baxımından Allaha məxsusdur, həm də məna baxımından. Hər iki, yəni kəlmə və məna Allaha məxsusdur. Amma hədis də buyurur ki, qədimdir, amma məxluqdur. Yəni, sözlər peyğəmbərindir, sözlər məsum imamlarımızın sözüdür, amma məna Allaha məxsusdur. Yəni, Allah bu mənanı istəyib və bu mənadan razıdır və bu mənanı təsdiqləyir, amma söz olaraq, cümlə olaraq, kəlmə olaraq məsumlara aiddir. İn huve illa vahyun yuha. Digər surədə, Haqqə surəsində Allah Taala buyurur ki, وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِلِ. Əgər peyğəmbər, hansı ki, Allahın yaratdığı məxluqların içində ən üstünü, ən fəzilətlisi və Allaha ən əziz olan peyğəmbərimizə belə buyurur ki, əgər peyğəmbər baxmayaraq ki, bizim dinimizi insanlara çatdırır və bizim Qur'anımızı insanlara bəyan eləyir, açıqlayır, əgər biz demədiyimiz sözü bizə nisbət versə, nəuzubillah, Allaha pənah aparıram, yalandan nisbət versə, Allah buyurur ki, لَأَخَذْنَا مِنْهُ بِالْيَمِنِ. Mən onu möhkəm tutaram, anında, heç fasilə vermədən, möhkəm tutaram. ثُمَّ لَكَتَعْنَا مِنْهُ الْوَتِنِ. Və anında da onun ürəyinin şax damarını vuraram. Niyə görə? Çünki bizə yalandan Allah eləməmiş bizə bir yalan bir söz nisbət verib. Bu ayələri bildikdən sonra ki, Allahın izni ilə, icazəsi ilə Allahın Rəsulü heç bir söz deməz, yalnız və yalnız vəhy ilə söz deyər və burada da biz bu ayələrin zimnində və arasında bildik ki, hədislə ayənin fərqi nədir? İndi isə biz Həşr surəsinin 7-ci ayəsindəki ayənin əvvəlinin
yəni mübarək olaraq tərcüməsini deyirəm, amma məqsədimiz həmin ayənin sonudur ki, onu istəyirəm nəzərinizə çatdırım. Ondan sonra bayrağa aid hədisi sizin nəzərinizə çatdırım. Həşr surəsinin 7-ci ayəsində Allah Teala buyurur ki: "Ma afallahu ala rasulihi min ahlil qura felillahi ve lirrasuli ve lidil qurba واليتامى والمساكن وابن السبيل كي لا يكون دولة بين الأغنياء منكم." Allah Teala buyurur ki, şəhərlərdən, kəndlərdən ələ gələn var dövlət Allaha məxsusdur. Üzr istəyirəm. Şəhərlərdən və kəndlərdən ələ gələn var dövləti Allah öz peyğəmbərinə qaytarır və yəni o var dövlət xums və zəkatın vasitəsilə peyğəmbərə gəlib çatmalıdır. Niyə görə? Peyğəmbər də bu var dövləti və o peyğəmbərin yaxınlarına min əhlil qurba və ma əfəllahu əla rasulihi min əhlil qurba. Allah Teala şəhərlərdən və kəndlərdən və ələ gələn bu məntəqələrdən var dövləti peyğəmbərə qaytarır və onun yaxınlarına. Bu var dövlət ki, ələ gələn sərvət və var dövlət ki, peyğəmbərə və onun yaxınlarına qaytarılır. Bunlar Allaha məxsusdur və peyğəmbərə məxsusdur və onun yaxınlarına, yetimlərə, miskinlərə, hansı ki heç bir yəni qüdrəti, qüvvəti yoxdur ki, özünə qazanc əldə eləsin və ibn-səbil və o şəxslər ki, yolda qalıb, pulu parası qutarıb, pulsuz parasız da bu insanlara çatır. Niçin? Keyla yekuna dulatan beynel əğniya minkum. Buna görə ki, bu ayənin bu yeri çox dəqiqdir. Buna diqqət edin. Allah buyurur ki, buna görə ki, insanların arasında toplanan var dövlət yalnız varlıların və sərvətli insanların arasında dövr etməsin. Bu sərvətlilərin arasından var dövlətin dövriyyəsini xaric edir Allah Teala buna görə ki, bu insanlar ki, ayənin əvvəlində sadaladı Allah Teala ki, bu insanların pula, paraya, maddiyyata ehtiyacı var, bunlara da xərclənməlidir. Yalnız varlıların arasında indi necə ki, məsələn deyirlər kapitalizm, bir dənə sistem qururlar ki, bütün insanlar qazanır, amma qazancın çox hissəsini həmin o başda olan bir neçə adam və yaxud bir neçə dövlət əldə eləyir. Yəni var dövlət onların arasında dövr eləyir. Allah Teala buyurur ki, ələ gələn var dövlət bu insanlar üçündür. Və bu var dövlətin varların arasında olan dövriyyədən xaric olmalıdır. Bu ayənin əvvəli idi, amma bizim istədiyimiz ayənin sonu idi ki, o ayələri ki, biz sizin nəzərinizə çatdırdıq. Allah buyurur ki, peyğəmbər yalnız və yalnız vəhyi sizə çatdırar. Allah bu Həşr surəsinin 7-ci ayəsində buyurur ki, وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُهُ. Peyğəmbər hər nə sizə gətirər, onu götürün. Yəni hər nə sizə desə, onu götürün və möhkəm tutun və ona əməl edin. وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا. Hər nədən sizi çəkindirsə, ondan çəkinin. وَاتَّقُوا. Allahdan qorxun, təqvalı olun, günahdan çəkinin. Niyə? Çünki innallaha şədidul iqab. Allah Teala şiddətli əzab verəndir. Yəni əgər iş gəlib çatsa ki, Allah eləməmiş bir insana, bir bəşəriyyətə, bir qövmə əzab versin, Allah orada şiddətli əzab verəndir. Amma istəyirəm hədis buyurum ki, bu bizim bu günlərə, bu matəm günlərində bayraq asırıq. Buna dair bir hədisimiz var. Hədislərdə yoxsa yox. Peyğəmbərdən də hədis buyurur ki, Xeybər döyüşündə Allah Rəsulu Xeybər qalasını fəth edəndə öncə 1-2 nəfəri ki, tarixdə adları qeyd olunub, onları göndərir və onlar gedirlər. Əli ətəklərindən uzun qayıdırlar, məğlub olurlar və qalanı fəth eləyə bilmirlər. Yaxud qovmunun qalası olur ki, Quranda Allah Teala buyurur ki, əşəddə əduvvən. Yəni ən şiddətli düşməndir sizə həmin bu Yəhud qovmu və Allaha şirk qoşanlar. Allah Rəsulu 1-2 adamı
göndərir və onlar məğlub olurlar, fəth eləyib qayıda bilmirlər. Allah Rəsulu bu hədisi orada buyurur ki: "La'atiyannə rayətə qədən raculan." Sabah bayrağı elə bir kişinin əlinə verəcəm ki, yuhibbullaha və rasuləh. Həmin şəxs həm Allahı, həm də Allah Rəsulunu sevir və yuhibbuhullahu və rasuluh. Allah da və onun elçisi və onun rəsulu peyğəmbər də onu sevir. Yaftahullahu ala yedeyhi kərrarun leysə bifərrar. Əlbəttə kərrar burada yoxdur. Digər mətnlərdə var. Mən özüm əlavə elədim. Kərrarun leysə bifərrar. Allah Taala o şəxsin əli ilə bu, yəni qalanı fəth edəcək və fatih olacaq. Həmin şəxs döyüşlərdə yalnız irəli gedir və arxaya dönmür, qorxmur. Yalnız irəli gedir, leysə bifərrarin və heç vaxt da döyüşdən qaçmır. Bu şəxs də kimdir? Əli əleyhissalamdır ki, buyururlar ki, yəni hədisin ardında buyururlar ki, Əli əleyhissalamı sabahsı günü gözləri ağrıyırdı, çağırtdırır, gedib bir nəfər gedir Əli əleyhissalamı gətirir. Peyğəmbər mübarək ağzının suyundan Əli əleyhissalamın mübarək gözlərinə sürdür və Həzrəti Əmirin, möminlərin ağasının gözünün ağrısı gedir və bayrağı götürür, gedir. Bu bayraq, bu astığımız bayraq, bu qara pərçəmlər, ələmlər Allahın əlamətlər günlərindən bir nişanədir, bir əlamətdir, bir göstəricidir. İmam Rıza əleyhissalamdan hədis var, buyurur ki, Rəhməllahu əbdən və yaxud Rəhməllahu mən əhya əmrana. Hər kəs bizim əmrlərimizi, bizim göstərişlərimizi diriltsə, diri tutsa cəmaatın arasında, Allah ona rəhm eləsin. Hədisin ardında ravi ondan soruşur ki, necə sizin əmrlərinizi biz insanların arasında diri tuta bilərik? Həzrət buyurur ki, bizim qanunlarımızı, bizim hədislərimizi insanlara çatdırmaqla həm özləri öyrənsin və həm də insanlara bu hədisləri, bu mərifəti insanlara çatdırsın.